tədbir çox möhtəbər bir tədbir olubdu, çox gözəl bir tədbir keçirdi bu günləri. Məndən qabaq dostlar söyləyiblər, amma yenə də mən demək məcburiyyətindəyəm ki, bu növbəti bizim Azərbaycan Ürək və Damar Cəhəzi Cəmiyyətinin növbəti bir uğurudur. Bu günləri 21 ölkədən 70-dən çox dəvət olmuş qonaqlar hamısı bizim dəvətimizi qəbul elədilər və bu qonaqlarımızın içində özəlliklə bəzi adları seçmək və söyləmək istəyirəm. Bu adlardan birisi David Taggart'dır ki, bu David Taggart kolleqamız hal-hazırda Azərbaycanda və dünyada indi yeni guideline-lar, yəni rəhbər tövsiyələr istifadə etməyə başladıqda bu adam rəhbər tövsiyələrin müəllifidir. İkinci önəmli bir qonaqlarımızdan biri olan Shigeyuki Ozaki bizim Yaponiyadan dəvətimizi qəbul edibdir və bizi burada gəlməsinə sevindiribdir. Dr. Shigeyuki Ozaki son 8 ildir dünyada geniş istifadə etməyə başlayan yeni bir aort qapaqlarının təmiri metodikasının avtorudur. Və bugünkü toplantıda 17 illik nəticələri bizimlə bölüşdü. Özəlliklə demək istəyirəm ki, bu nəticələr heç ara dərc olunmayıbdır və ilk dəfə bu nəticələr Azərbaycanda bizimlə bölüşdü. Bundan sonra artıq məqalə kimi dərc olunacaqdır bu nəticələr. Və bizim ən sevdiyimiz qonaqlarımızdan biri Mayo Clinic'in cərrahi direktoru Richard Daly. Bu çox böyük bir qonaqlar olmaqla digər qonaqlarımız öz bilik və bacarıqlarını bizimlə bölüşüblər və bizim və gənc kolleqalarımızın gələcək inkişafında və indiki gündəlik praktikasında xeyirli olan bir bilgilər aldıq, fikir mübadiləsi apardıq. 2 il sonra bizim cəmiyyətimizin 10-cu Bakı Ürək Günləri bir möhtəbər bir konferans olacaqdır və biz indidən elə bugün 9-cu konferans bitən kimi 10-cu Bakı Ürək Günlərinə hazırlaşmağa başlayacağıq. Cəmiyyət olaraq biz bəzi düşüncələrimiz var və bu konferans əvvəldən deyirəm ki, əvvəlki konferansların heç birinə oxşamayacaqdır. Yeni bir konseptdə, yeni qonaqlar, yeni bir layihələr olmaqla 10-cu Bakı Ürək Günlərində hamını gözləyirik. Bu toplantının digər bir özəlliyi ondan ibarətdir ki, özəl qonaqlarımızdan əlavə olaraq burada artıq 3-cü dəfədir Türk dövlətlərinin ürək və damar cərrahlarının zirvə toplantısı baş tutubdur. Bu toplantılarda hər dəfə biz ölkələrdə olan son nailiyyətlərini, tarixi ekskursları və bundan sonra biz hamımızın birləşib və eyni standartla çalışıb başqa nələr eləyə biləriksə, o nöqtəyə gedirik. İnşallah xeyir olar. Bizim xəstəlik olaraq ola bilər, ilk sıralarda gedirik, ona ki bizim endemik zonayıq, bizim genetik olaraq ateroskleroza meyilli bir xalqıq. Amma müalicə olaraq və çarəsi olan bir xalq olaraq o qədər də vəziyyətlər pis deyirlər. İcbari tibbi sığorta artıq 5 ildə Azərbaycanda fəaliyyət göstərir və icbari tibbi sığortanın gəlişindən biz ciddi fərq hiss eləmişik. İcbari tibbi sığorta olmamışdan öncə Azərbaycanda toplam hardasa 2000-dən açıq ürək əməliyyatı icra olunurdursa, icbari tibbi sığorta öz fəaliyyətinə başladıqdan sonra bu əməliyyatların sayı, mən bugünkü slaytlarımda da demişəm, 11.000-ə çatıbdır. Yəni 4 qat insanlar bu əməliyyatlardan faydalana biliblər, bu şəfanı tapa biliblər və nəticələrimiz də çox da ürəkaçan bir nəticələrdir. Dünya səviyyəsində söylənəcək bir nəticələrdir və çox gözəldir.